людей было. Да, и, значит, хочу подметить, у вас тоже минут 10-15, да, чтобы не было долго. Всех я приветствую. Добро пожаловать в наш солнечный гостеприимный Азербайджан, Баку. Я постараюсь динамику Булата поддержать, чтобы скучно не было, но знаю, что уже под конец конференции, я думаю, что будет интересно. Я, с вашего разрешения, совмещу патриотизм и гостеприимность совместно. Я буду выступать на азербайджанском, а выступление будет у меня на русском. Презентация, вернее. Постараюсь более практичной знаниями я с вами поделюсь. И более, так скажем, я бы хотел перед тем, как выступить, мне было интересно просто для простой статистики. Вот, кто занимается уже франчайзером, кто уже есть, фактически уже занимаются. Я смотрю, так, Максим, такси здесь есть. Кто еще? Вы? Большинство, думаю, в основном франчайзи, точнее, кандидаты для франчайзи. Правильно? Ищут хороший бизнес, да? Или есть, может, даже некоторые просто для интереса, что такое из себя представляет франчайзинг. İcazənizlə Azərbaycan dilinə keçirəm. Bir yadımıza salaq franchising nə deməkdir? Çünki mən bildiyim qədərilə burada ilk dəfə eşidənlər də var bu sözü. Franchising bir münasibət düşünün, biznes münasibət düşünün. Bir tərəfdə biznesin sahibidir, hansı ki illərin təcrübəsini biznesdə toplayıb, bir optimal rəqəmlərlə bir uğurlu, gəlirli bir biznes yaradıb. Yəni çünki franchising özün məna olaraq deməkdir ki, artıq bir dayanıqlı biznes modeli qurulur və biznesini satmağa hazır vəziyyətdədir. Yəni birinci bizim meyarımız olsun ki, bu biznes qazançlı olmalıdır ki, yəni batan biznesin, belə deyək, batan gəminin sərnişinləri olması necə deyərlər. Yəni uğurluq olmalıdır ki, biz bu işdə qabağa gedək və özümüzü böyüdə bilək. O bir tərəfdə isə təzə biznes açan, biznes sahibkar olmaq istəyən bir namizəd düşünün, hansı ki heç bir təcrübəsi yoxdur və öz təcrübə ola bilər ki, illərdən bəlkə də hansısa uğurlu bizneslara belə deyək, maraq göstərib, amma uğurlu alınmayıb, hansı nəsə nəzərə almayıb və dolayısıyla uğurlu əldə eləməyib. Və təsadüfi deyil ki, 5 ilə 90% bu kimi şirkətlər batır. Ona görə franchise bir növ olmaq, franchising sistemində çox maraqlıdır ki, hər şeyi hazır şəkildə almış olur. Burada pauşal vznos dediyimiz franchisingə giriş xidmət haqqı deyək, yəni haqq deyək və royalty var. Aylıq ödənilən bir ödənişdir. Mən bu statistika üçün maraqlı bir statistika sizdən bölüşüm ki, bizim yediğimiz hər McDonald's burgerindən 4% Amerika iqtisadiyyatına gelir. Və bu 4%'ların bir illik cəmi 1 milyar 400 milyon təşkil edir. Yəni düşünün ki, Azərbaycan bu franchising bazarında olmaması, bu 4 milyon dolarlık bir bazarda olmamış deməkdir və belə deyək, o imkandan faydalanmamış oluruq. Biz çok şükür ki geçen bu ilin əvvəlindən franchising assosiasiyası bizdə də təsis olundu. İlk başlarda biz də dəstəyimizi göstərmişdik. İndi onların da öhdəsində böyük yük düşür ki, bu sektorun Azərbaycanda inkişaf etdirmək. İnşallah məndən sonra da onların da Doğan bəyin də çıxışı olacaq. Burada görmürəm onu. Belə. Əsas mənim çıxışım, mən belə başa düşdüm, mən yarım saatlıq təqdimat hazırlamışdım, amma dedilər 15 dəqiqədir. Üstündən tez-tez keçəcəm ki, franchise-da əsas, belə deyək, üstünlüklər nədir tərəflərin və təbii ki, bu hər şey, belə deyək, gözəl görsənən kimi bir şey deyil. Yəni, məndən öncəki Bulat bəy də danışdığı kimi, bəlli məqamları diqqətə almalıyıq. Çünki bunu almayanda, xüsusən Azərbaycan bazarındakı franchisilər üçün
bu sahə yeni bir sahə olduğuna görə qarşı tərəfin, franchiserin diktə elədiyi hər bir şərt sanki qanun kimi qəbul olunur və sanki dəyişməyə də meyilli olmur. Amma bunu da meyilli olmaması demək, uzun müddətdə qazanc əldə eləməmək deməkdir. Hər iki tərəfə mənfi tərəfdir. Dəfələrcə bu 10 il ərzində mən bu işdə uzun illərdir ki, 10 ilə yaxın ki sahədəyəm. Çox təcrübəsiz franchiselərə görə batan biznesləri qurtarmışıq. Yəni sırf, amma qarşı tərəfə də bildirmişik ki, bunun mövqeyi biraz daha dəyişməsi məqsəd yönlü olardı. Ümumiyyətlə, franchiser özü, yəni ola bilər sizin hansı bir biznesiniz var, şəbəkələşməyə meyillidirsə, onun nə faydası olacaq? Gəlin ondan, biz vaxtilə 2008-də Embavut şirkəti, məşhur Embavut Media şirkətini 13 mağazasından 50 mağazasına çıxartdıq və hal-hazırda 50 mağaza özlərinə aiddir, 150 mağazayla da model ilə bərabər fəaliyyət göstərirlər. Yəni bu bizə nə verir? Gəlin baxaq franchiserin Embavut timsalında deyək, franchiserə nə verir? Birincisi, ən azından o biznesə girən hansısa bir sahibkardan əldə elədiyi bir biznesə giriş pulu əldə edir. Və aylıq mütəmadi o dövriyyədən vəsaitdə gəlmiş olur. Öz biznesini, öz Embavut konseptini, markasını satmış olur. Əlavə açdığı bir mağazada yatırım, investisiya qoymadan onu təşkil eləmiş olur. Şəbəkəni özü açdığı sürətdən daha sürətli açma imkanı var. Özü misal üçün hansı bir investisiyası ilə açması olsa 3 ilə 5 dənə filial aça biləcəksə, bu şəkildə daha sürətli aça bilir. Mən bir dənə statistika, bəlkə Candy Crush mobil oyunu bilirsiniz. Bu Türk oyunudur, Türk startupdan başlayıb. Düşünün ki, bir gündə 10 milyon belə deyək, müştərisi tapdı. Yəni, abonentlər tapdı. Yəni, indiki zamanda şirkətlərin ən sürətli şəkildə böyümə strategiyasını izləməlidir. Və brendin tanınmışlığı, nə qədər brend tanınmışlığı varsa, bir o qədər onun satışlarına, imijinə, dayanıqlılığına müsbət təsir edir. Sonra yenə Embavutdan bir milli brendimizdən bir nümunə gətirib, franchisingdən qabaq Gəncənin Şəmkir yolunda olan bir mağazası var idi. Respublika üzrə reklamlarda reklamı gedirdi, amma satışlar olmurdu. Çünki bilmirdilər ki, ancaq Şəmkirə, Gürcistana gedənlər bilirdi, Gəncə əhalisi. Amma franchisingdən sonra 2 mağaza, 3 də, hətta indi 4 dənə mağaza yanılmamsa franchise şəklində işləyir Embavut Gəncədə. Franchiseyə nə vermiş olur? Birincisi, ən azından o tanınmış brendin adından istifadə. McDonald'sda o 50-ci illərdən açılmış brendin qiyməti $40.000. Adamlar o adı da satır. Ən azından o markanın bir istifadə hüququ əldə edir. Mən sizə belə bir nümunə deyim, nə işə yarayır bu markanın olması. Mənim bir dostum Zimbabve'nin bir hansısa qəsəbəsində ac olanda gedib bir normal restoran, yəni təmiz restoran tapa bilməyəndə, amma sırf McDonald's'u görəndə gedib ora. Baxmayaraq ki, halal adamdır və s. ki, orada biraz halal məsələsinə görə titizliyi, həssaslığı olmasına baxmayaraq, sırf o mığısına görə McDonald's'ın, o bilir ki, orada ISO 22000 qida təhlükəsizliyi standartı var deyə oraya gedə bilir ki, burada ən azından mən zərərlənməliyim. Yəni, yerli xalq kimi bəlkə mənim immunitetim əl verməyə bilər. Dolayısıyla bu mənada markanın üstün cəhətləri. İkincisi, ən azından tək başına açdığı bir biznesin davamlı olması ilə bərabər açdığı ilkin investisiya belə bu qədər olmaz. Yəni, ən azından təchizatçıları, partnyorlarını tapmalıdır, satış şəbəkəsini qurmalıdır və ən azından düşünün ki, bir 51-ci restoran olmaq varkən satın alma, bir misal üçün mebeldir, reklam şirkətidir və təmirdir. Yəni, bir var topdan alıcısı var, bir də var ki, siz tək başına gelirsiniz hansı şirkəti alışmağa. Onun mebelindən tutun, hər bir şeylə gedər. Yəni, ilkin açılışda ən az 20-30% topdan alınma hesabına udursunuz burada. Franchisinin üstünlüklərindən nəzərdə tutulan.
En azından arkamda bir texniki, marketing, HR, hüquq bir dəstək var. Dəstək komandasından bəhs edirik biz burada. Yəni tək başına siz outsource elədirmək yerinə buradan siz böyük bir komandanın dəstəyini almış olursunuz. Sadə bir insanın, en azından bir şirkətə hamınız sahibkarsınızsa, bir insanı cəlb etmək, motivasiya eləmək, onu bacar bir normal kadr kimi yetişmə necə bahalıya başa gəlir, vaxt, resurs, imkan və s. Burada hal-hazır böyük bir komanda işləyir. Franchising bir şöbələri olur adətən və ya outsource şəklində bizim kimi şirkətlərdən dəstək alırlar. Və təbii ki, digər franchiselərdən də daimi bir kontaktda olub təcrübə mübadiləsi edə bilərlər. Çünki bu franchislər bir-birlərini rəqib deyirlər. Sonra fikir vermişsə, McDonald's deyək ki, neftçilərdə varsa, McDonald's qablar Əhməlidə var. Yəni onlar elə lokasiyalar seçilir ki, bir-birlərin bazarlarına gitməsin. Tam tərsi tamamlasınlar. Hətta bəzi pizza, belə deyək, çatdırma brendləri var ki, misal üçün deyirlər ki, 1 milyonluq Bakı şəhərində 6 lokasiyada olmalıdırlar ki, vaxtında çatdırmanı təşkil eləsinlər. Onlar bir-birlərinin marka adına birləşmiş olurlar. Təbii ki, dövlət üçün də bu çox faydalı bir modeldir. Çünki burada tamamen şəffaflıqdan söhbət gedir və bir sektorun, franchising sektorun, düşünün ki, otel sektorun franchisingdən böyüməsi. Bu nə deməkdir? Bir franchisingdə oteldə nələr var? Tekstili var, mebel sektoru var, restoran biznesini özündə ihtiva edir, inşaat sektorunu özündən çəkir, nəqliyyatı çəkir, logistikanı çəkir və bir sektor, yəni hansı sektor desəz, əlaqəli digər sektorları da özündən cəlb edərək 70% digər sənayeləri də bir növ inkişafına təmin etmiş olur. Şəffaflıq şəkildə, çünki burada ancaq şəffaf şəkildə maliyyə hesabatları bölüşdürülür deyə, burada da bir şəffaflığa görə dövlətin üstünlüyü var. Təbii ki, yeni iş yerlərinin açılmasından söhbət gedir və dayanıqlı əsas bizneslardan söhbət gedir. Yəni təzə bir hansısa mebel yerini açmaqdansa, misal o enerjili, imkanlarlı, resurslu, vaxtlı, pullu sərf etmək yerində, misal, tanınmış bir markanın franchisesi olmaq qat-qat daha sərfəlidir. Bizim franchising mərkəzi olaraq bir dəstək proqramımız var. Hal-hazırda Kobiyagan bunu biz əməkdaşlıq edirik. Konsalting və məsləhət və təlim xidmətləri şəklində edirik. Hal-hazırda Azərbaycan Banklar Assosiasiyası ilə bərabər müzakirələrimiz franchising dəstək krediti üzərində gedir. Bank sektoruna yeni bir məhsul üstündə işləyirik. Ola bilər ki, yəni bu bir bankların da marağında bu şəkildə olacaq ki, riski az bizneslara banklar kredit ayırması daha realdır, ehtimalı yüksəkdir. Çünki əks halda startup kimi qiymətləndirilib, onlara bilirsiniz ki, yox deyilir. Amma bir var ki, hansısa markanın adı ilə müraciət olunanda və bank onun fərqində olacaq ki, bu arxasında böyük bir marka duracaq. Çünki markanın marağında deyil ki, bugün açılsın, sabah bağlansın. Onun lokasiyasını da düzgün seçəcəklər, düzgün biznes dəyərlərini də qoyacaqlar və qaydalarını da öyrədəcəklər. Amma bir dənə bir də nüans var ki, franchiser sizin yerinizə gəlib iş görməyəcək. Yəni, hamı deyir ki, hazır biznesdir, hazır loxmadır, alacaq, oturacaq, deyil. Təbii ki, burada müəyyən bir təcrübə bölüşdürüldükcə, know-howlar verildikcə iş yenə də sizə düşəcək. Ona görə minimum heç olmasa biznes təməldə soft skills deyək də, yəni yumuşaq vərdişlər heç olmasa olmalıdır. O hard skillslər onsuz da franchiser özü sizlə paylaşacaq. Abaydan dedik, BigBoss.ru da bilirsiniz ki, bu Rusiyanın ən böyük marketplace'lərdən biridir ki, onlarda da biz əməkdaşlığımız var ki, bizim franchiserlərimizi orada çox münasib qiymətlə, yəni $100 illik, $1000 da orada reklam var. Bizə $100 simvolik bir ödənişdən, hətta belə deyək, bir ay ərzində mən onlarla danışıb, tamamən ödənişsiz də bunu edə bilərik. Yetər ki, yerli brendlərimiz marağı olsun, orada biz yerləşdirə bilərik. Və franchise market bu yeni bir layihəmizdir. Burada biz təchizatçılıq, tədarük zincirlərini, investorları və franchiserları birləşdirmək istəyirik. Bu da bizim bir layihəmizdir.
Sadəcə bir məsələ daha var, onu istəyərdim sizdən bölüşüm. Yəni, siz franchise tərəfindən olduğu zaman nəyə fikir vermək lazımdır? Gəlin ona bir baxalım. Bununla da yekunlaşdıracağım, sual-cavaba keçə biləcəyik. Biz öncəliklə franchise olmaq istəyənlərə, yəni ən azından bu biznes, yəni franchising bərabərdir dayanıqlı biznes kimi baxsaq, ən azından dayanıqlı biznesin modellərində biz nələrə fikir veririk? Yəni ən azından biznes modeli necə qurulduğunu, yəni pul hardan qazanılır, müştərisi kimdir, müştərisinin hansı problemlərini həll etməyə yönəlikdir, məhsulu nədir, maliyyə modeli necədir, yəni nə qədər qoyursunuz, neçə ay sonra bu ödənişi, bu məbləği qaytarırsınız. Təhlükəsizlik, yəni bu biznesin sabah hansı bir problemə görə, bazar trendlərindəki belə deyək də, konjunkturaya görə hansı bir risk olacaqmı? Belə deyək, müəllif, biz misal üçün 2 ayda yaxında təzə bir brendi də əmtəl nişanının qeydiyyatdan keçirdik. Mən özüm WIPO-nu, World Intellectual Property Organization-ın da ekspertlərindən, Azərbaycan 15 nəfəri, bu prosesdə də biz dəstək oluruq. HR standartları, HR modeli, standartlar, hansı standartlar var, hansı ISO-dur, aktadır, nədirsə, müvafiq sertifikatlar, standartlar varmı, onları biz yoxlayırıq. Və bu 100 bal üzərindən deyirik ki, neçə faiz, hətta ən önemlisi üzü istəyirəm, avtomatiklaşdırılması dərəcəsi. Yəni biz şirkət sahiblərinə adətən soruşuruq, siz tək başına 2 həftəlik istirahətə gedə bilirsinizmi telefonu bağlayıb? Yəni bu, əgər telefonu bağlaya bilirsə, demək ki, bu sistem tam, belə deyək də, saat kimi işləyən bir sistemi var. Yox, eləyə bilmirsə, 11-dən kimi, 12-yə kimi əgər telefonla eləyirsə, yəni, halbuki niyyəti o deyildi də şirkət quranda. Şirkət quranda mağazədə istirahət edəcəm, şirkət özü işləyəcək və s. Elə bir niyyətləri var idi. İkinci əsas, yəni bizim elədiklərimiz deyil, yəni bunları çox üstündə durmaq istəmirəm. Yəni biz ən azından o sektordakı digər rəqib franşizalara baxırıq. Onların şərtləri nədir, bazarda neçə illər var və s. Ondan sonra maliyyə modelini hazırlayırıq. Çünki hər bir model üçün ola bilər, restoran olsun, molun içində ada konseptində də ola bilər, küçədə də ola bilər. Yəni bu modelləri təkər üstündə də bizneslər bilirsiniz ki, indi trenddədir. Hər nə qədər Rusiyada bu qadağan olmasa da bizdə bu trendi var. Biznes proseslər, yəni bunlar da dayanıqlı bizneslərlə ehtiva edən bir məqamlardır. Ən önəmlisi budur ki, biz, misal üçün, öz tərcüməndən sizə deyim, sadəcə bir saatlıq bir konsalting xidmətimizdən, hansı ki, Türkiyənin bir premium kebabçısı ilə olan, yerli bizim franchise arasında olan bir söhbətdə iştirak eləməyimlə, biz onları milyon yarım qabağa saldıq. Yəni, maraqlı olanlara mən bunu inşallah ki, müraciət edərsiniz, danışarıq, çünki bu bir alıcı bir keysdir. Amma çox maraqlı bir müşayiət xidmətlərimiz də var. Yəni, bizim olan bir keyslərdən də bilindiyim ki, yəni, 3 dənə nöqtə açıb, burada açan, artıq ikisini bağlayıb, birini də bağlamaq üzrə olan bir biznesdə biz müdaxilə eləmişik, qarşı tərəfdən də ortaq bir məxrəcə gəlmişik ki, bu biznes davamlı olmalıdır və tərəflər hamı qazançlı olmalıdır. Müəyyən bir konsultasiya xidmətlərimizdən sonra 3 dənə daha da açıldı təkrar və gözəl bir biznes davam edərdi. Park bulvarda da və mollarda açılmağa başlamışdı. Bizim əsas bu işimiz, fikir verin, bu özünün təqdimatın özü də biz çalışırıq ki, daha belə deyək, rahat, başa düşülən, animasiyalı, infogrammalardan daha gözəl, sadə, çox yorucu olmadan potensial müştərilərə, franchizilərə də biz bunu təqdim edirik. Biz franşizanı hazırlayandan sonra onun səhifəsində bir landing səhifəsi açırıq, franşiza səhifəsi açırıq. Orada başlayırıq onun, yəni bir var ateli tikmək, binanı tikmək, bir də ateli işlətmək, satışı eləmək. Biz o satışa da dəstək olmaya çalışırıq. O lazımlı, lazımsız deyək ki, auditoriyadan onu ixtisara salıb, lazımları təklif edirik. Bunu haqqında danışdıq.
Yani burada tabii ki bir franchising deyəndə franşizanın bütün marketing alətləri düzgün işləməlidir, HR alətləri düzgün işləməlidir, hüquq. Çünki arada dost kimi başlayan franchise münasibəti düşmançılığa, məhkəmələrə qədər gedir. Biz onun qarşısını almaya çalışırıq. Yanlış anlaşılmalar olmasın, əvvəlcədən bütün şərtlər müqavilədə əks olunsun bir halda. Belə, təşəkkür edirik. Yorucu olmadı inşallah. Çalışın kısa müasir şəklində deyil. Suallar varsa... Təəssüf ki, Azərbaycanda bu statistikanı inşallah təzə yaranan Azərbaycan Franchising Assosiasiyası olacaq. Təzə yaranıb deyə o statistika təəssüf ki, hələ əlimizdə yoxdur. Amma onlardan biz onu gözləyirik. Çünki Türkiyədə bu statistikalar var və düzgün də gedirlər. Bizdə o hələ təəssüf ki, tam formalaşmıyor. Şurada bu siz bıraktan birisi çalışır, konkret olarak ne işler görüyor? Diğer bir öykü gündür sizler Azerbaycan'da en büyük problemi bir yolu bizim sırasında nasıl bir perspektifler çekmek için konkret olarak karar kabul eden adamı takmak mümkün oldu. Siz hansı mövqedən sualınızı verirsiniz, mən ona yorum cavab verim. Hansı bir biznes bulmakta, Azerbaycan setinde, mənim üzerinde yazılıyor setinde, bu anlar Hal-hazırda maşallah dövlətimiz sahibkarlığın inkişafı üçün asan belə deyək də sahibkarlıq kob evləri yaradıb ki, bütün necə ki asanda hər şey birləşdiriliblər. Yəni dövlətdən həqiqətən onun haqqını vermək lazımdır ki, sahibkarlıq adına istəyir vergi ilə bağlı, istəyir digər müvafiq lisenziyanın alınmasında bir problem yoxdur. Siz konkret nəyə istəyirsiniz? Onu deyim. Yəni iş bölümlərdə mənim üzümdən nəsilətdə yüksəkdir. Çətinlik. İşçi gücü var, bağlanır, işlərdən yedin var. Çətinliklər idi. Mən onu, o mənada başa düşdüm. Anladım. Üzr istəyirəm hesab edin. Demək, bizdə franchise'də adam nə deyirdisə, royalty 7% qoyur. İstanbuldakı bir şirkət idi. O adam mətbə promo məhsullarından da pul qazanır. Mən olan film modelinə baxanda ki, siz nə alırsınız, nə verirsiniz? Müqaviləni incələyəndə baxdım ki, bunlar əməlli başlı, yəni şirkəti öldürmək üçün, dayandırmaq üçün hər şey edirlər. Ondan sonra onlarla bir məhsul danışdım, 3%-ə indirdik royaltini. Bütün o salfetkadan da pul qazanan şirkəti, hansı ki onun pulsuz da verilir. İstanbul kimi yerdə, mətbəənin bol olduğu yerdə mən qiymətlərdən də xəbərim var deyə, onlara faktlarla ispat edildiğini göstərəndə, onların da qınamıram, çünki mən 8 il Türkiyədə yaşadığım, işlədim, heç o markanı mən tanınmamışdım. Dedim, siz McDonald's, KFC, Burger King, burger deyilsiniz ki, belə bir rahat şey burasınız. Bu məqamlarda var. Digər o кейsində nə idi, mən onu sizə deyim. Bizim bu şirkət, Bakıdakı şirkət, əsas məqsədi bu şirkətə 1 milyon yatırıb, premium restoranından söhbət gedir. Onu 2 il sonra 3 milyona satmaq niyyəti var idi. Müqavilədə qarşı tərəf bir bənd qoyub ki, satmaq deyəndə əl dəyişdirməkdən söhbət gedir. Yəni marka yenə qalacaq, sadəcə mən bir riski qoymuşam, 2 il sonra da satmaq istəyəndə 2 milyon pul qazanmaq istəyir. Adam tam sahibkar zehniyyətində adamdır, biznes adamdır. Qarşı tərəfdə müqavilədə bənd qoyub ki, sən satışdan 50%-ni mənə verməlisən. Bu da deməkdir ki, yəni sən 1 milyon, 3 milyon satanda 1 milyon da ona verməlisən. Yəni baxmayaq ki, bütün risklər açılış zamanı səndə olur. Biz bu barədə danışdıq və onların belə bir yola gətirdik ki, dedim ki, yaxşı, qarşı tərəfdə biraz İslamın həssaslı olan insanlar idi. Onlara dedim ki, yaxşı, 1 milyona yatırım qoyub, 3 milyona satır. Burada 1 milyon sənindir, anlaşdıq. 500'ə satsa, 250 min sən ziyandan verəsən, yəni karı və zərəri ortaq oldu o zaman. Ondan o maddəni çıxartdıq. Yəni dedim ki, sizin brend yenə də davam edeyim. Bu sadəcə ilkin mərhələdə buna sən stimul verməlisən ki, ilk bazarda sən olasın. Bu məqamlarda biz onları ən azından dediyim kimi o 1 milyon yarım qabağa saldıq, dərhal o maddə çıxartıldı. Sadəcə Bakıda görüş zamanı olmuşdu bu hadisə. Buyurun. Var. Orada reklam məsələsi də var idi. Orada bəzi televizya, monitorlarda reklam falan məsələləri var idi. Onlardan da pul qazanmaq istəyirdilər. Yəni, əsas restorançılıqdan yox, yan şeylərdən qazancları yığışdırılır. İmzalamayıb, müzakirələr mərhələsindəyik. O əvvəlcədən olanlar başqa idi. Müqavilədə bilirsiniz ki,
karşılıklı tərəflər də oturub maddələrin üstünə getirebilir. Bu normal bir şey. Aynen. Ben size soruşmasın. Söz ettik burada Azerbaycan. Azərbaycan fransayz mərkəzidir. O ən başdakı. Eyni bu Broker French. Bəli, bəli, bəli. Eləyirik. Fransız Azerbaycan. Bəli, bəli. Bəli, bəli. Biz deyirik, düzdür, Rusiyadakı kimi deyil, təbii ki. Bizdə, məsəl üçün, Türk-Ruslarda Rospatentdə müqavilələr imzalanır qarşı tərəflər. Bizdə o hələ ki məcburi deyil, könüllü şəkildə olur. Bu da müəyyən mənada bir qarantıdır. Yəni, siz vermişsiniz. Sizden bir şey soruşmak istedim. Fransızlar təsirə tətbiq edəcək vaxtsınız. Neylə? Fransızlar təsirə tətbiq Təhsil. Dünyada top 20 statistika markalara baxdığımız zaman doğrudan da bir franchising markaların fəaliyyəti ilə o cəmiyyətin bir analiz etmək olar. Sadəcə Amerikaya baxanda bütün fast foodlar top 20 markalar arasında 15 dənəsi də ki, franchisinglər hamısı Amerikada fast foodlardır və cəmiyyətin də vəziyyəti bəllidir. Yəni bir ölkədə nəyə çox yatırım yatırılırsa, o sektor böyüyür. Yəni o sahə. Amma Yaponiya təhsildə brendləri çox uğurla inkişaf edir. Yəni top 20-ci elə olan brend də Kid Education nəsə belə bir brenddir, Yaponların. Yəni Yaponlar doğrudan da bu mənada da, hər mənada olduğu kimi ağıllı bir millət kimi franchising biznesində göstərirlər. Təbii təhsil bir nömrədir. Suallar. У нас партнеры есть, начиная с Индонезии. Мы увеличили нашу команду, международную команду, потому что это для нас Азербайджан это новый сектор, поэтому навыков специалистов у нас, к сожалению, нет достаточно. Поэтому мы вовлекли наши консалтинговые услуги, начиная с Индонезии и в том числе Россия, Татарстан, Испания, Украина. Ну, то есть экспертная команда у нас именно в этом плане сотрудничает. А так и ОСУ мы работаем. Топ франчайзинг есть Василий Газизюлин, с ним мы согласовали у них на сайте Made in Азербайджан открыть, чтобы наши бренды могли экспортироваться. Такую сейчас обсуждаем направление. Благодарю. Teşekkürler. Sağlık olsa sağlıktan franchising'de azdan da verebiliriz. Çok sağ olun.